Möhtərəm qardaşlar, sələflərdən biri deyir ki, ey müsəlman, əgər sənin müsibət başına müsibət gəldisə, bir müsibətə düçar oldunsa, bil ki, üç şeyə görədir. Üç şeydən birinə görədir. Ya başına gələn müsibətlərin səbəbi, əsas səbəbi etdiyin və düçar olduğun günahlardır. Allah Teala Quran-ı Kərimdə buyurur ki, başınıza gələn müsibətlər əlinizlə qazandığınızın ucubatındandır. Bir insan nə qədər Allahın dininə qarşı çıxırsa, nə qədər günahlar eləyirsə, o qədər o insan günahlara düçar olur. O qədər o insan müsibətlərə, qəm-qüssə içində yaşayır. Hətta malı da olsa, pulu da olsa, bu dünyada keyf damaq içində yaşasa da belə, o insan qəlb rahatlığını tapa bilmir. Kesinlikle bu insan qəlb rahatlığını tapa bilmir. Çünkü Resulullah sallallahu aleyhi ve sellem deyir ki, insan bir günah ettiği zaman onun qəlbinə bir qara nöqtə düşür. İki günah ettiğin zaman qəlbinə iki qara nöqtə düşür. 3, 4, 5, 6, milyon vesaire kimi. Her günah sənin qəlbinə bir qara nöqtə salır. Her qara nöqtə insanın başını müsibət və kədər və qəm-qüssə gətirir, möhtərəm qardaşlar. Ona göre bazı insanları Allah istəmir ki, ahirət günü cəzalandırsın. Cəhənnəmdə cəzalandırsın. Qəbirdə onu cəzalandırsın. Ona göre Allah bazı günahları kəffara etmək üçün qulun başına bu dünyada müsibətlər gətirir ki, bəlkə onun ucbatından bu onun kəffarəsi olur. İkinci müsibətlərin gəlməsinə səbəb olan Allah'tan üz çevirməkdir, əziz qardaşlarım. Allah Teala Kur'an-ı Kerim'de buyurur: وَمَنْ أَعْرَضَ عَنْ ذِكْرِ فَإِنَّ لَهُ مَعِيشَةً ضَنْكًا وَنَحْشُرُهُ يَوْمَ الْقِيَامَةِ أَعْمَى قَالَ رَبِّ لِمَ حَشَرْتَنِي أَعْمَى وَقَدْ كُنْتُ بَصِيرًا قَالَ كَذَلِكَ أَتَتْكَ آيَاتُنَا فَنَسِيتَهَا وَكَذَلِكَ الْيَوْمَ تُنْسَى. Allah Teala buyurur: kim məni tanımaqdan, məni xatırlamaqdan, məni zikr etməkdən üz çevirərsə, biz ona sıxıcı həyat verərik. Qəm-qüssə dolu bir həyat verərik. Ahirət günü biz o insanı kör olaraq həşr eləyərik. Deyər ki, ey Rabbim, sən məni nəyə görə kör olaraq həşr etdin? Mən dünyadayken görürdüm axı. Allah Teala deyəcək ki, sənə bizim ayətlərimiz gəldi, dəlillərimiz gəldi, peyğəmbərlərimiz gəldi. Sən onları görmədin, ona görə də bugün sən kör olaraq həşr olunursan. Çalış ey müsəlman, Allah'tan üz çevirmə. Dinini öyrənginə. Allah'tan üz çevirməyin ən böyük amili bir müsəlmanın Allah'ın dinini öyrənməkdən üz çevirməsidir. Nə Kur'an öyrənmir, nə hədis öyrənmir, nə əqidə öyrənmir. Dinində onun üzerine düşen vacip şeylerin hamısından üz çevirir. Bu bir insanın Allah'tan üz çevirməsine gətirib çıxardır. Üçüncü səbəb, əziz qardaşlarım, müsibətlərə və günahlara düçar olmağın üçüncü səbəbi isə Allah qatında dərəcələrin qalxmağına görədir. Allah bir qulu sevərsə, onu imtihana çəkər. Onu bəzi kədər, qəmlə, qüssə ilə imtihana çəkər ki, ona səbr edərək bu insanın Allah qatında dəyəri, məqamı və Allah qatında olan dərəcəsi yüksəlsin. İxlasla.com saytı tərəfindən təqdim olundu.